tələbəm Kamran bəylə bugün dərsdə çıxmışıq və tələbənin avtomobilində də keçir hal-hazırda. Maşallah özü idarə eləyir. Əhsən. Bax, Kamran görürsən düzündən sağa birinci zolaqdan yazılıbdır, ikinci zolaqdan ancaq düzünə. Nişan bizə onu məlumatlandırır. Deməli bu zolaqdan ancaq düzünə gedə bilərsən. Get, yol sənindir. Biraz cəlb ol, sağ düzü bax. Sağın yanında bir zolaq geç sağa. Çünki qarşıdan sol dönənlər olur. Ona görə də onların arxasına bax, görürsən sol dönmüşün yanındır. Onların arxasında qalmayaq deyə keçdik sağa. Gözəl Azərbaycan bayrağı hər zaman yüksəklərdə dalğalansın inşallah. Bax, yol verilişini görürsən, soldan gələnlərə yol verməlisən. Baxdıq, yoxdur, dön get. Daha doğrusu var, onlar sağa dönürlər. Suçanı döndər. Qal orta zolaqda. Hə, Kamran, necədir vəziyyət? Necə sürürsən maşallah? Yaxşı. Çətinliyin yoxdur? Yox. Azad sürətini. Biz səninlə paklamalar üzərində daha çox işlədik, düzdürmü? Bəli. Sən maşallah özünün də məndən öncə sürməyi öyrənmişdin, potensialın var idi, sıfır deyildin. Biraz paklamalarda çətinliyin var, sənlə arxa-arxa sürdük deyəsən. Bəli. Sonra paklama keçdik. İndi son bir dərsimiz qalıb. Dedik çıxaq bir sürüşlərə baxaq şəhərdə, nə kimi çətinliklərin var, maşallah yaxşısan. Mən sənə bol-bol uğurlar arzulayıram. İnşallah ki, hər zaman yolun açıq olsun. Allah sənin qəzdən bəldən qoysun qardaşım.